Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. As-salatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Bu dərsimizdə isə cemaat namazını qıldıran imam haqqında danışacağıq. Keçən dərsimizdə imamlığın minimum şərtlərini demişdik. Bu dərsimizdə isə imamlığa kimlər daha layiqdir və həmçinin imamlığa kimlər layiq deyil. Bunlar haqqında danışacağıq. İmamlığın minimum şərtlərini ödəyən bir neçə şəxs varsa, bunların hansının imam olması daha əfzəldir, daha yaxşıdır? Bunlar haqqında danışaq. Əvvəlcə bir qrup varsa və bunlar cemaat namazı qılmaq istəyirlərsə, bu qrupun başçısı və yaxud da ki, bir müəssisədirsə, hər hansı bir insanlar bir yerə toplaşıblarsa, burada o qrupun da başçısı, rəisi varsa, həmin qrupun rəisi də imamlığın minimum şərtlərini ödəyirsə, imamlığa layiq olan şəxs məhz həmin qrupun başçısıdır. Ancaq namaz məsciddə qılınırsa, imam da imamlığın minimum şərtlərini yerinə yetirirsə, təmin eləyirsə, burada imamlığa layiq olan şəxs məscidin rəsmi imamıdır. Yəni, məscidin rəsmi imamı öz məscidində imamlığa ən layiq olan şəxsdir. Əgər namaz məsciddə deyil, bir evdə qılınacaqsa və o evin sahibi də oradadırsa, bu evin sahibi həmçinin dediyimiz kimi imamlığın minimum şərtlərini daşıyırsa, ev sahibi öz evində imamlığa ən layiq olan şəxsdir. Bəs bu yuxarıda saydıqlarımız halda deyilsə, məsələn, bir qrup, başçısı olan bir qrup yoxdursa və yaxud da məsciddə deyillərsə və yaxud da ki, evin sahibi olmadığı bir yerdədirlərsə, imam necə seçilməlidir? Bunların arasından bunlar haqqında danışaq. İmam seçərkən, təbii ki, imamlığın minimum şərtlərini daşıyan şəxslər arasından bunları seçirik. İmam olacaq şəxsdə birinci bu şəxsin fiqhi, namaz fiqhini, həmçinin dəstəmaz fiqhini, namazın fərzləri, vacibləri, sünnətləri, namazı pozan şeylər, məkruhları və həmçinin dəstəmazla əlaqədar olan şeyləri yaxşı bilən şəxs imam olması lazımdır. İmamlığa bu daha layiqdir. Əgər o qrup içində 2 nəfər və yaxud daha çox belə şəxs varsa, bu zaman qiraəti daha düzgün olan, daha yaxşı olan imamlığa layiqdir. Onların içindən təbii ki. Əgər namaz hökmlərini yaxşı bilən, həmçinin qiraəti də yaxşı olan bir neçə nəfər varsa, bir qrupun içində, o zaman bu imamlığa layiq olan şəxslərin ən təqvalısı hansıdırsa, onun imam seçilməsi daha doğrudur. Bütün bunlara rəğmən o qrup bu şərtlərə riayət eləməyərək, məsələn, namaz hökmlərini yaxşı bilməyən və yaxud da ki, qiraəti yaxşı olmayan bir şəxsi keçirərlərsə, bunlar burada qəbahət işləmiş olarlar. Yəni, namazdan, imamətdən, cemaat namazına gələn xələldən bu qrupun hamısı məsuliyyət daşıyırlar. İndi isə imamlığı məkruh olan və yaxud da ki, bəyənilməyən şəxslər haqqında danışaq. Yəni, kimlərin imam durması və yaxud imam keçirilməsi doğru deyil, bəyənilmir, məkruhdur. Fasiq kimsənin, yəni çox günah işləyən, günahları çox olan, açıq-aşkar günah işləyən şəxslərin imam durması məkruhdur. Həmçinin bidətçi şəxslərin də imam durması, imam keçirilməsi məkruhdur. Həmçinin cahil şəxsin dini bilgilərinin, namaza aid olan bilgilərinin və yaxud qiraət bilgilərinin zəif olduğu şəxsin də imam keçirilməsi, imam olması məkruhdur. Yəni, bunların həm imam keçirilməsi başqaları tərəfindən, həm də özlərinin imam olması məkruhdur, doğru deyil. Bütün bunlara rəğmən başqa şəkildə cemaat namazı qılmaq mümkün deyilsə, bu şəxslərin arxasında namaz qılmaq tək namaz qılmaqdan daha doğrudur, daha əfzəldir. Bu şəxslər cemaat namazı savabına nail olurlar. Həmçinin qrupun və yaxud da ki, cemaatın sevmədiyi bir şəxsin imam durması da məkruhdur. Yenə yuxarıda saydığımız imamlığa layiq olan şəxslər olduğu halda layiq olmayan şəxs, bu mövzularda zəif olan şəxsin də imam durması məkruhdur. Bu şəxslərin imam olmasının məkruh olduğunu, doğru olmadığını öyrəndik. İndi isə ümumən cemaat namazında nələr məkruhdur? Bunların ən önəmliləri, ən əsasları haqqında danışaq. Cemaat namazı qıldıran imamın namazı sünnət olan miqdardan, məsələn, qiraətdən daha çox oxuyaraq namazı uzatması məkruhdur.
biz kişilərin cemaat namazına gəlməsinin vacib və yaxud da ki, müəkkəd sünnət olmağını qeyd eləmişdik. Bəs qadınlar haqqında necədir bu hökm? Qadınların cemaat namazına gəlməsinin vacib və yaxud müəkkəd sünnət olmadığını da qeyd eləmişdik. Bəs bunların gəlməsinin hökmü nədir? Qadınların sırf cemaat namazı qılmaq üçün məscidə getməsi, yəni evlərindən cemaat namazı qılmaq üçün məscidə getmələri də məkruhdur. Beləcə anlaşılır ki, qadınların namazlarını evlərində qılmaları daha doğrudur, daha əfzəldir, daha üstündür. Bu haqda müxtəlif hədislər də var. Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlar üçün evlərinin namaz qılmaq üçün daha yaxşı yer olduğunu buyurmuşdur. Cemaat namazının biz cümədə, bayram namazında, həmçinin fərz namazlarda da vacib olduğunu qeyd elədik. Bəzi nafilə namazlar var ki, orada da cemaat namazı müstəhəb və yaxud sünnətdir. Bunlardan biri təravih namazıdır. Biri isə Ramazan ayında qılınan vitr namazıdır. Bunlardan biri də məsələn günəş tutulması namazıdır və s. Ancaq digər nafilə namazlar üçün əvvəlcədən elan eləyərək məscidə və yaxud da ki, hər hansı bir yerə toplaşaraq bu nafilə namazların cemaat şəklində qılınması məkruhdur. Beləcə bu dərsimizdə də imamlığa layiq olan şəxslərin kim olduğunu, həmçinin imamlığının məkruh olduğu şəxslərin kim olduğunu, həmçinin cemaat namazında məkruh olan bəzi əməlləri öyrəndik. Vəlhamdülillahi Rabbil aləmin.